İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri baş tutdu. Bu səfər artıq yekunlaşdı, amma səfərin önəmi var idi. Təkcə ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər fonunda bu səfər çox böyük əhəmiyyət daşıyırdı. Qeyd eləmək lazımdır ki, İran prezidentinin bu səfəri 44 günlük Vətən müharibəsindən sonra İran prezidentinin Azərbaycana elədiyi ilk səfərdir və məhz elə bu faktın özü də səfərin, bu prosesin siyasi çəkisini artırır. Qeyd eləmək lazımdır ki, Vətən müharibəsindən sonra İran və Azərbaycan arasında zaman-zaman münasibətlərdə bəzi soyuqluqlar yaranmışdı. Buna bəzi səbəblər var idi. İstər İranın Ermənistanla olan münasibətləri, istər sərhəd boyu ərazilərdə hərbi təlimlər keçirilməsi, istərsə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun həyata keçirilməsi bu münasibətlərdə biraz soyuqluq yaratmışdı. Bu səbəbdən Pezeşkiyanın Azərbaycana səfəri həm iki ölkə arasında yaranmış maneələri, soyuqluğu aradan qaldırmaq, həm də yeni əməkdaşlıq imkanlarını müzakirə eləmək, bu əməkdaşlıq imkanlarını genişləndirmək üçün yaxşı fürsət olaraq qiymətləndirilirdi bu görüş. Pezeşkiyanın səfəri zamanı verdiyi açıqlamalar, verdiyi bəyanatlar onu göstərir ki, İran Azərbaycanla münasibətlərdə yeni baxış gətirmək istəyir. Eyni zamanda İran prezidenti açıqlamasında bildirdi ki, o Azərbaycanda özünü yad ölkədə hiss eləmir, özünü Ərdəbildəki kimi, Təbrizdəki kimi hiss eləyir və bir növ emosional mesaj verərək münasibətlərin gələcək inkişafı üçün zəmin yaratmağa çalışdı. Pezeşkiyan eyni zamanda qeyd elədi ki, ikitərəfli əsasda müzakirə eləyərək dialoq vasitəsilə ölkələr arasında olan problemləri həll etmək olar və bunu məhz danışıqlar yolu ilə həll eləmək istəyir Pezeşkiyan, elə onun öz dilindən eşidək. Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Qeyd eləmək lazımdır ki, Məsud Pezeşkiyan çox böyük nümayəndə heyəti ilə gəlmişdi. Xüsusilə də iqtisadi sahədə 100-dən çox nümayəndəsi var idi və bu da bizə ondan xəbər verir ki, sırf iqtisadi kontekstdə geniş şəkildə müzakirələr aparılıb. Elə ikitərəfli və çoxtərəfli geniş tərkibli görüşdən sonra mətbuata bəyanatla çıxış edən ölkə liderləri, yəni Prezident İlham Əliyev və Məsud Pezeşkiyan çıxış edərkən Prezident İlham Əliyev bu məsələyə toxundu və bildirdi ki, həm regional kontekstdə, həm də ikitərəfli əsasda iqtisadi məsələlərin müzakirəsi xüsusilə geniş şəkildə aparılıb. Eyni zamanda müzakirələr əsasında xüsusilə orta dəhliz məsələsinə diqqət ayrılıb. Hazırda Prezident İlham Əliyevin dediklərini izləyək. Bu layihə, bütün bu layihədə iştirak edən ölkələr üçün çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hal-hazırda biz sadəcə olaraq artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk.